Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlı yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Məhsullar baytarlıq arayışı, ekspertiza aktları ilə təmin olunur. Ümumiyyətlə, son günlər ticarət şəbəkələrində satış qiyməti 1-3 qəpiyə təklif olunan yumurtalar istehlakçılarda bəzi suallar yaradıb. Həmin yumurtaların yararlılıq müddətinin bitməsi, həmçinin təbiiliyinin şübhə altına alınması kimi narahatlıqları nəzərə alaraq tərəfimizdən dövlət nəzarəti tədbirləri həyata keçirilib. Respublika üzrə ticarət şəbəkələrində yumurta satışı sahələrinə, məhsullara baxış keçirilib, istehlaka yararlı olub-olmadığı, o cümlədən də yumurtaların təbiiliyini yoxlamaq üçün nümunələr götürülüb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində götürülmüş yumurta nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilmişdir. Nümunələr müvafiq laboratoriyalarda təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə sınaqlara cəlb edilmiş, həmçinin əsiliyini, yəni təbii toyuq yumurtası olub-olmadığını müəyyən etmək məqsədi ilə əlavə laborator sınaqlar aparılmışdır. Sınaqların nəticələrinə əsasən yumurta nümunələrində keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə heç bir uyğunsuzluq aşkar edilməmişdir. Yumurtaların təzə və təbii toyuq yumurtasına aid olduğu müəyyən edilmişdir. Beləliklə aparılan dövlət nəzarəti tədbirlərinin nəticəsi göstərir ki, bazarlarda, ticarət şəbəkələrində istehlaka təqdim olunan süfrə yumurtaları təbii mənşəlidir. Bəzi media vasitələrində 1 qəpiyə təqdim edilən yumurtaların saxta olması barədə iddiaların isə heç bir əsası yoxdur. Agentlik nəzarət tədbirlərini davam etdirir. Bununla belə istehlakçıların qida məhsulları ilə bağlı hər hansı sualları olarsa, buyurub agentliyin 1003 çağrı mərkəzinə müraciət edə bilərlər.